Bir dəfə bir insan məndən soruşdu ki, necə edək ki, əsəbləşməyək və stressiz yaşayaq. Birinci onu başa düşmək lazımdır ki, əsəb insani xüsusiyyətdir və kədər, sevinc, göz yaşı kimi əsəb də bizim həyatımızın bir parçasıdır. Yəni əsəbləşmədən mümkün deyil. Gərək xüsusi tərkibli preparatlar qəbul edəsən ki, əsəbləşməyəsən, bütün günü bədənin süst şəkildə olsun. Sıfır stres həyat isə mümkün deyil. Bizim həyatımız o qədər dinamikdir ki, bu 30-40 il bundan öncə alimlər, psixoloqlar, sosioloqlar stresslə mübarizədə, stresslə necə baş etməyi haqda danışanda, məqalələr yazanda bunu bildirirdilər. Hələ qaldı indiki dövr. Çünki həyat o qədər dəyişib, o qədər dinamikləşib ki, stressiz mümkün deyil. Yəni adicə pəncərəni açırsan, məhlədəki motosikletlərin səsi, binaların quruluşu, divarların tikilməsi, səndən harasa səs gedir sizin evdən, başqalarından sizə səs gəlir və yaxud da ki, çıxırsan harasa gedirsən ictimai nəqliyyatda, ya sən kiməsə toxunursan, ya kimsə sənə toxunur. Yəni o qədər çoxdur ki, sadalanmalı şeylər. Yəni bütün bunlar bizim həyatımızın bir parçasıdır və bəlkə biz fikir vermirik. Amma məsələn, kənardan, həyətdən, məhəllədən, küçədən, o restoranlarda qoşulan o açıq havada olan o musiqi səsləri, onlar hamısı bizim həyatımızı, şəhərimizi səs-küylü edir. Və bu da bizim sinir sistemimizi, əsəblərimizə təsir edir. Bəlkə hansısa məqamda dayanırıq və musiqi dinləyirik, bizim xoşumuza gəlir, bu ola bilər. Amma ümumilikdə bütün bunlar şəhərdə bir xaos yaradır, bir səs-küy yaradır, hansı ki, bizim əsəbimizə təsir edir. Bəs yaxşı, nə etməli, necə edək? Yaşadığımız yer nə 100% işıqlıdır, nə 100% qaranlıqdır. Bizim həyatımızda çox şey baş verə bilər. Amma ən sonda qərarı biz veririk ki, öz enerjimizi, öz fikrimizi, öz reaksiyamızı nəyə yönəldirik? Yəni hansı hadisəyə biz reaksiya veririk? Və təsəvvür edin ki, ətrafınızda 10 dənə hadisə baş verir. 8-i negativdir, 2-si müsbətdir. Başa düşürəm ki, o 8 hadisə daha ağır çəkidə, tərəzidə gəlir. Və adam fikirləşə bilər ki, yaxşı, bir hadisəyə fikir verməliyim, 2 hadisəyə fikir verməliyim. Axı bunlar çoxdur, yəni fikir verməmək mümkün deyil. Başa düşürəm, həm haqq qazandırıram bu fikrə, həm də düşünürəm ki, bu bir növ özündən məsuliyyəti kənarlaşdırmaqdır. Əgər insan öz həyatındakı harmoniyası, sülhü, daha yaxşı yaşayışın məsuliyyətini özü üzərinə götürsə, məsələyə başqa cür yanaşır. Başa düşür ki, okey, 8 hadisə pis idi, amma 2-si müsbətdir. Mən öz enerjimi 2 hadisəyə yönəldim və 2 hadisəyə reaksiya verim. Yəni insan öz üzərinə məsuliyyəti götürəndə həyat daha rahat olur.